boynumuzda olan haqqı bölüşdürsək, iki yerə bölmüş olarıq. Birincisi Allahın haqqıdır. İkincisi isə yaradılmışların bizim boynumuzda olan haqqı. Allahın haqqı haqqında danışmaq uzun çəkər. Bunlar haqqında dəfələrlə danışılır da. Məsələn, Allahın boynumuzda olan haqqı ibadətdir. Namazdır, orucdur, zəkatdır, həcdir, əmr və məruf, nəhyəz münkər və s. Bunlar Allahın bizim boynumuzda olan haqqıdır ki, hər bir müsəlman kimi yerinə yetirməliyik. Bir də var yaradılmışların bizim boynumuzda olan haqqı. Mən demədim tək insanların haqqı. Çünki bu insan haqqı yaradılmışların haqqının içindədir. Yaradılmış deyəndə heyvanat aləmindən, bitki aləmindən, yer kürrəsindən tutmuş ta insanlara qədər gedib çıxa bilərik. Və yaradılmışların haqqının içərisində də ən önəmli haqq qul haqqıdır. Qul haqqı, yəni bizim bir-birimizin boynunda olan haqqı. Möminlərin möminlər üzərində, məsələn, valideynin övlad üzərində, övladın valideyn üzərində, dostun dost üzərindəki haqqı, yol yoldaşının bir-birinin üzərindəki haqqı, məscidə gələn insanların bir-birinin üzərindəki haqqı, bunlar hamısı qul haqqının içindədir. Və bunların hər biri barəsində saatlarla söhbət eləmək olar. Valideyn haqqı, məscid əhlinin haqqı, iman əhlinin haqqı, cürəbəcür haqlar haqqında saatlarla söhbət eləyə bilərik. Lakin mən bugün ümumi olaraq, qısa şəkildə ümumi olaraq qul haqqı məsələsinə işarə eləyəcəyəm. Ümid edirəm inşallah müəyyən qədər də olsa bizim zehnimizdə qul haqqı barəsində düzgün təsəvvür formalaşar. Mövzumuza Qur'an-ı Kərimin bu ayəsi ilə başlamaq istəyirəm. Uca Allah Qur'an-ı Kərimdə İbrahim surəsində 42-ci ayədə buyurur: وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ Buyurur, Allahı zalimların elədiklərindən xəbərsiz sanma. Düşünməyin ki, Allah zalimların elədiyindən xəbərsizdir. Qafil deyil Allah zalimların elədiyi əməllərdən. Davamında buyurur: İnnəmə yuəxxiruhum liyevmin təşxəsu fihil əbsar. Uca Allah buyurur ki, biz onların, sadəcədir onların cəzasını elə bir günə qədər təxirə salarıq ki, o gün gözlər bərələr. Yəni, qiyaməti nəzərdə tutur. Elə bir gün ki, gözlər bərələcək, Allah da deyir, mən zalimların bəzisinin cəzasını həmən günə qədər təxirə salaram. Bu ayələri eşidən kimi ürəyimiz sevinir ki, bax, zalimlar var dünyada və Allah o zalimlara qiyamətdə cəza verəcək. Bəli. Biz bu ayəni eşidəndə sevinə bilərik ki, düşünməyək ki, zülm eləyənlər cavabsız qalacaq. Allah deyir, yox, cavabsız qoymayacağam. Bu dünyada bəzilərinə cavab verməməyim, narahat olmayın ki, mən xəbərsizəm onlardan. Onların cavabını elə bir gündə verəcəyəm ki, arzu eləyəcəklər, kaş dünyada verəydi Allah bizim cəzamızı. Hədis var, deyir ki, Allah qiyamət günü zalimlara elə cəza verəcək ki, bütün zalimlar deyəcəklər ki, kaş dünyada xəstə olardıq, yerimizdən durmazdıq, bizi daşlayardılar, döyərdilər, ağır əzab çəkərdi, amma bugün əzabını görməzdi. Yəni, dünyada Allah birdən zalimlara cəza vermək istəsə, dünyadakı cəza çox az olar zalimlar üçün. Ona görə Allah deyir, onların cəzasını elə bir günə saxlamışam ki, gözlər hədəqəsindən çıxacaq. Yaxşı, indi sevindik ki, zalimlar cəzalanacaq. İndi bir məsələyə diqqət eləyək. Zalim deyərkən kimi nəzərdə tuturuq? Kim nəzərdə tutulur? Zalim kimdir? Biz zalimi necə təsəvvür edirik? Bu mühüm məsələdir. Burada bir incə səhvə yol versək, böyük xəta eləyərik. Məsələn, zalimi belə təsəvvür edirik ki, əlində qamçı var, məsəl üçün, cəmaatı döyür, qarət eləyir, haqsızlıq eləyir, tutur əlindən olanı alır. Vəhşi bir dənə adam təsəvvür edirik, zalim. Vəhşidir, qılıncının sağı da kəsir, solu da kəsir, qəbzəsi də kəsir,
çatana zülm eləyir, ürəyi istəyəni döydürür, söyür, təhqir eləyir, vurur, əlində olanı alır. Hə, bu adam zalim adamdır. Beynimizdə də bir neçə nəfər indi işarə eləyir. Məsələn, Firon zalimdir, Nəmrud zalimdir, onların xislətində olan hakimlər zalimdir. Məsələn, bizim zalim deyəndə nəzərdə tutduğumuz o zalim anlayışı bəzən bu olur. Bəli, o da zalimdir. Dediyim adamlar zalimdir, amma onlar zalimin bir növüdür. Zalimin bilirsiniz nə qədər növü var? Zülümlər müxtəlif cürdür. Zülümlər müxtəlif cürdür. Sadəcə diqqətli olun ki, şeytan istəyir ki, biz etdiyimiz öz əməllərimizin heç birini zülm hesab etməyək və ancaq vəhşilik eləyənləri zalim hesab eləyək. Yəni, özümüzə gələndə, yox, biz zülm etməmişik. Kimisə eləyir zülm, amma biz zalim deyilik. İnsan özün həmişə istisna eləyir bu ayəyə. Və mən oxudum, zalimları Allah buyurur, qiyamətə cəzalandıracağım. Dərhal insan düşünür ki, yox, bu mənə aid ola bilmər. Mən zalim deyiləm axı. Kimin vurub indiyə qədər başına qapazı əlindən nəyinsə almışam ki? Kimə haqsızlıq eləmişəm, kimə şər atmışam? Məsələn, tutaq da, zalim sözünün qısa şəkildə təsvirin versək, tərifin versək, belə deyərik. Zalim qul haqqına girən insan, zalim yaradılmışların haqqına girən insandır. Fərq etməz bu zalim hansı boydadır. Amma zalimdirsə, qul haqqına girirsə zalimdir. Məsələn, bir adi bir misal. İşlətdiyi işçinin haqqını verməyən müdiri həmişə zalim hesab eləmişik. Zalim adamdır, işlədir, pulun ya vermir, ya gecikdirir, ya az verir və s. və rəxə. Bu çox zalim adamdır, adam belə eləməz. Bu zülümdür, işçiyə olan zülümdür. Yaxşı, işlətdiyi işçinin haqqını verməyən müdür zalimdirsa, bəs işlədiyi işin haqqını verməyən işçi nədir? O da zalimdir. Bir işçi ki, işlədiyi işin haqqını da düzgün vermirsə, o da zalimdir. Ancaq müdiriyyət zalim deyil. Biz zalim deyəndə ancaq vəzifə sahiblərini hesab edirik. Çox təəssüf. Biz aşağı adamlar, yəni sıradan adi adamlara zülmü nisbət verə bilmirik. Yox, bunlar zülm etmir. Ancaq yuxarı rütbəli insanlar zülm eləyə bilər. Xeyr. General zülm eləyə bilirsə, əskər də zülm eləyə bilir. General əskəri öz haqqından artıq sıxmaqla zülm eləyə bilərsə, əskər də öz xidməti borcunu yerinə yetirməməklə zülm eləyə bilər. Məsələn, başqasını döyüb əlindən nəsə alan zalimdirsa, öz şagirdinə layiqincə dərs keçməyən müəllim də zalimdir. Yüzlərlə körpəni öldürən o terrorist var, nə iman var, nə din var, nə insanlıq var. Yüzlərlə körpəni uf demədən, insanı uf demədən günahsız insanı öldürən bir şəxs zalimdirsa, öz işlədiyi, məsələn, bağçanın, məsələn, internat məktəbinin, o payını oğurlayıb evinə aparan direktor da, müdür də, o da zalimdir. Biz həmişə zalim buna baxırıq. Hə, zalim terroristi gəldi, öldürdü, partlatdı. Bəli, zalimdir, amma öz işlədiyi məktəbin də, bağçanın da, internat məktəbinin də payını oğurlayan zalimdir. O da elə həmin qüvvədə olan zalimdir da. Cəmaatın haqqını yiyən, məsələn, bir məmur nə qədər zalimdirsə, cəmaatın vaxtını da öz boş-boş söhbətləri ilə alan bir molla da, bir axund da zalimdir. Zalim deyəndə ancaq dediyim kimi yuxarı nəzərdə tutmayın. Bir molla ki, bir axund ki, çıxıb cəmaatın vaxtını boş-boş şeylərlə alırsa, o da zülm eləyir cəmaata. O da cəmaatın vaxtına, haqqına zülm eləyir. Ona görə bax, həmin mollalar, həmin axund, məsələn, həmin müəllim, həmin mən nə bilim, adi bir işçi düşünməyəcək heç vaxt ki, mən nə zülm elədim, mən cəmaatı döymədim ki. Bəli, döymədin, amma cəmaatın vaxtına təcavüz elədin, vaxtını əlindən aldın, vaxtını pis istifadə etməsinə səbəb oldun, düzgün informasiya vermədin. Məsələn, dindən bilib-bilmədən danışan adamlar var, onlar diqqətli olsunlar, dəfələrlə eşidirik, vallah, cəmaat gəlir bizə deyir ki, mənə dedilər ki, filan şey haramdır, eləmək olmaz. Deyirəm, bunu sənə kim dedi? Ya deyəcək filan həci xanım, ya deyəcək filan həci, filan molla, filan mən nə bilim dindar, o filan dindar ki, səhv deyir şəriətdən. O adam bilməlidir ki, zalimlıq eləyir, zülm eləyir cəmaata. Şəriətdən bilmədən, dindən bilmədən, Qur'andan bilmədən danışmaq özü də zülmdür.
Cemaata qarşı zülm eləyirsən sən, şəriətə zülm eləyirsən, üzr istəyirəm, Allaha qarşı haqsızlıq eləyirsən, Peyğəmbərə haqsızlıq eləyirsən. İmam Hüseyn məsələn İslam dini yaşasın deyə şəhid oldu da, ona niyə zülm elədilər? İslam uğrunda zülm olundu ona. İndi sən də İmam Hüseynin uğruna fəda olduğu İslam haqqında səhv söz danışanda eynilə İmam Hüseynə zülm eləyirsən, Peyğəmbərə zülm eləyirsən. Ona görə də insan heç də düşünməsin ki, dediyim kimi zalim o belə vəhşi varlıqdır, gözlərindən cin çıxır, əlində qamçı filan, xeyr. Elə dindən rahat-rahat danışıb cəmaatı azdıran var, o da zalimdir. Ağzına gələni dindən danışan da zalimdir. Biz cəhənnəmi böyük günahlarda axtarmayaq. Gəlin biz cəhənnəmi diqqətdən kənar qalan və hər gün təkrarladığımız kiçik günahlarda axtaraq. Bəzən ola bilər böyük günahlara əlimiz çatmasın deyə böyük günah eləməmişik. Bizə vəzifə verməyiblər deyə böyük haqsızlıq eləməmişik. Amma öz çapımızda da zülm eləyə bilərik. Öz çapımızda, öz gücümüz çatan qədər qul haqqına girərik. Biz Allahın cəhənnəminə gedən yolu qul haqqına girməkdə axtaraq, orada görməyi bacaraq. Bir adamın haqqında bilib-bilmədən danışmaq zalimlıqdır, ya onu vurub döymək də zalimlıqdır. Bunlar hər ikisi zülümdür. Birinin haqqında səhv söz danış cəmiyyətdə, etmədiyi bir şey danış, olmayan bir şey danış, o da zülümdür. Birinin haqqını vur, əlindən al, çörəyin əlindən al, aç, sus saxla, o da zülümdür. Təəssüf ki, biz zülmü həmişə ikincini hesab edirik. Mən neynədim ona? Sən dahi ona elə bir şey elədin ki, məsələn, bir haqqında danışdığın adam haqqındakı pis söz yaydın, ha, o eləməyib onu. Sən də ona zülm elədin. Bir adamın abrını apardın, ya bir adamın paltarın əlindən aldın. Eyni şeydir də. O da zülümdür, bu da zülümdür. Bir adamın paltarın əlindən aldın, küçənin ortasında soyuqda qaldı, biyabır oldu, titrədi, zülümdür. Bir adamın abrını apardın, hörməti düşdü, o da zülümdür. Məsələn, bir adam gətirib sizə olan qalan pulunu verib ki, buna əmanət saxla özündə. Və yaxud bir adam gətirib namusunu sizə verib ki, mən harasa gedirəm, bu namusumdur mənim, qalsın sənin yanında əmanət, bunu mən gələndən sonra götürəcəyəm. Ya da bir adamın heç kim bilməyən bir sirrin bilirsiniz, bir tərəfin bilirsiniz ki, onu cəmaat bilmir, siz bilirsiniz. Səfin mi deyək, sirrin mi deyək, nə deyirsinizsə deyək. Eyni hökmdə olan əmanətdardır ya. Ya o adamın sənə verdiyi namusuna xəyanət elədin, eyni şeydir. Ya pulunun arxasına keçdin, eyni şeydir. Ya da onun sən bildiyin sirrini faş elədin, eyni şeydir. Yenə zalimsan, namusuna təcavüz eləmək, bunu kişi xeylaq eləməz, bəs yaxşı, abrına təcavüz eləmək necə? Bəs onun sirrin yaymaq necə? Ona görə də bugün insanların tənhalaşmasının bir səbəbi budur ki, insanlar sirri faş eləməyi, sirri yaymağı, bir-birinin yanına etibar elədikləri sözü saxlaya bilməməklərinə görə insanlar tənhalaşırlar. Getdikcə tənha olurlar. Artıq heç kimə dərd danışılası zaman deyil. İnsanlar artıq dərd, sir qəbul eləyə biləcək gücdə deyirlər. Sirrə, dərdə, dediyin sözə tez xəyanət eləyirlər. Amma bunu zülm hesab eləmirik. Halbuki zülmün ən böyüyüdür. Bu da zalimlıqdır. Bu da qul haqqına girməkdir. Qul haqqı dediyim kimi də ancaq qamçı götürüb cəmaatı vurmaq deyil. Bir adamın sirrini faş eləmək də elə eyni hökmdədir. Birinin bir eybin sən bilirsən, bir Allah bir də özü. Onu faş elədin, ya o adamı vurdun, öldürdün. Bəlkə də o birincisi o ikincidən daha. Quran-ı Kərimdə bir ayə var, deyir, fitnə qətildən daha pisdir. Fitnə yəni nə? Fitnə yəni qul haqqına girmək, cəmaatı bir-birinə vurdurmaq, ifşa eləmək, insanların arasına fitnə yaymaq. Bu deyir, qətildən daha pisdir. Allah başa salır ki, qətil zülümdür, amma fitnə salmaq, cəmaatı parçalamaq, ayrılıq salmaq, insanları bir-birinə düşmən eləmək, bu qətildən daha pisdir. Bu adam da zülümdür, zalimdir. Ola bilər, məsələn, bizim o başı yaylıqlı bibilər, xalalar, nə bilim, əmi arvadları, dayı arvadları, məsəl üçün,
nənələr, Allah hamısının canını sağ eləsin. Amma olar ki, biz məsələn deyərik ki, zalım ancaq budur ki, üzündən, gözündən, sir-sifətindən zəhrimar tökürür, cəmaatı döyür. Xeyr, o nurani gördüyümüz başı kəlağaylı bibilər, xalalar elə zalımlıq eləyə bilər. Necə ev yıxmaqla, ailələri bir-birinə vurdurmaqla, söz aparıb gətirməklə, o ailədən buna, bu ailədən buna. Kənardan baxırsan ki, başında kəlağayısı var, yaşmaqlanıb gəzir. Bunun nə? Bəli, o da zalımdır. Bir halda ki, əgər ara vurursa, ev yıxırsa, ailələri dağıdırsa, insanları barışdırmaq əvəzinə, insanların sirrin bir-birinə aparıb gətirirsə, elə o bibinin, o xalanın zülmü heç də Nəmrudun zülmündən az deyil ki. O gücü çatan bunu eləyir, Nəmrud da gücü çox şey çatırdı, başqa cür eləyirdi. Biri peyğəmbər öldürmək istəyir, biri isə cəmaatın abrın, ismətin, həyasını öldürür, cəmaatın mehribanlığını öldürür. Ona görə bunu sizə danışıram ki, zehninizdə olsun ki, zalimlar uzaqda yaşayan yat planetlər, göydən nə bilim, zəmbillə düşənlər xüsusi adamlar deyirlər. Hər addımımızda bizim zalim olmaq kimi bir imkanımız var və ola da bilirik bəzən.